Esselamu aleyke ya Resulallah. Esselamu aleyke ya Nebiyallah. Esselamu aleyke ya Muhammed ibn Abdullah. Ya Resulallah, şikayətə gəlmişəm sənin yanına. Ya Resulallah, şikayət edirəm sənə. Balalarımı vermir İran. İran balalarımı vermir. İran prezidentinə dəfələrlə müraciət eləmişəm. İranın indi ali dini rəhbərinə müraciət eləyirəm. Balalarımı istəyirəm. İranın keçmiş prezidentinə müraciət elədim dəfələrlə, vermədilər. Xarici İşlər Nazirliyinə dəfələrlə müraciət elədim, vermədilər. Nə bilim, Təbrizin İmam Cüməsinə zəng elədim, danışdım, dedim, sən seyyidsən, din alimisən, balalarımı istəyirəm. Atanın rızayəti olmasa, razılığı olmasa qıza kəbin belə kəsilə bilməz. Mən İran dövlətindən məsələ soruşuram, sual xəbər alıram. Mənim 4 balamı hansı məqsədlərlə saxlayırsınız orada? Sizin üçün Xalidə Mehbaliyeva adında ailəsinə, balalarına xəyanət eləmiş bir qadın nə dərəcədə sizin üçün qiymətlidir, maraqlıdır? Bu suallara xahiş eləyirəm. Mənə cavab versin Pezeşkiyan. Cənab Pezeşkiyan mənə cavab versin. İranın ali dini rəhbəri Xamneyi ağa mənə cavab versin. İranın Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, xahiş edirəm, balalarımı göndərin. Azərbaycan balalarının sahibi Azərbaycan dövlətidir. Mən razı deyiləm ata olaraq balalarım İranda qalsın, təhsil alsın. Ya Resulallah, mən sənə gəlmişəm şikayət eləməyə, neçə min kilometrlərlə. Xahiş edirəm səndən, ya Resulallah, bunların ürəyinə rəhim sal, mərhəmət sal, balalarımı qaytarsınlar. Mən məhkəmələrdə də qələbə çalmışam, udmuşam, vermirlər. İran öz məhkəmə qərarlarına riayət eləmir, hörmət eləmir. İranın ali dini rəhbərindən xahiş edirəm, balalarımı qaytarın.